Salam, Güvən nəşrlərinin 26 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından olan ingilis dili suallarına baxaq, 9-cu siniflərinin suallarına. Sual 46-dan başlayacaq, daha doğrusu 45-dən. Listening suallarını birazdan deyəcəm. 45-ci sualda short textdir. Doğru cavab burada olacaqdır Y variantı. Cümləyə baxsaq bilərik ki, məsələn, burada Hay Sara yazıb, salam Sara deyir və sonda sevgilərlə Anna. Deməli, Anna yazıbdır. Y-də də deyir ki, Anna İtaliyadan nəsə gətirib Sara üçün. Bir dənə bura baxaq. I bought some souvenirs for you too. Sənə biraz suvenir gətirmişəm deyir. Gələn həftə görüşə onu sənə verim. Y tam doğru variantdır. 46-cı sualda görək doğru variant hansıdır? Burada B-yə baxırıq. Deməli, klub hər şənbə günü günorta üstü, günortadan sonra görüş təşkil edir. Baxaq. Join our art club every Saturday at 2 p.m. Yəni, saat 2-də hər şənbə görüş təşkil edir. Deməli, doğru cavab B variantı olacaqdır. Gəlin bunu sizə izahını da verək. İndi vaxt baxımından hamısının izahını verməyə bilərəm. Misal üçün, A-ya baxanda deyir ki, klub görüşür on weekdays, həftə günləri. Yəni, həftə içi deməkdir. Amma burada hər şənbə günü deyirsə, deməli, hər həftə içi olmur. Yəni, birinci, ikinci və s. olmur. C-yə baxırıq ki, siz öz, deməli, incəsənət ləvazimatlarınızı gətirməlisiniz. Amma bura baxırıq, all materials are provided. Bütün materiallar təmin olunub. Bir saniyə, hamısı gətirməlisiniz. Aha, burada təmin olunub. Yəni, təmin olunubsa gətirməyə ehtiyac yoxdur. Ona görə C yanlış olur. D-də deyir ki, sadəcə profesional rəssamlar bizə qoşula bilər, amma orada elə bir şey demir. Gəlin qoşulun deyir, ümumiyə açıqdır, xüsusi bir qeyd yoxdur. Y variantında da deyir ki, the art club doesn't include drawing. Yəni, rəsm çəkmə daxil deyil. Amma burada we paint, draw and do crafts hamısı var. Ona görə cavab B variantı oldu. Digərlərinin vaxt baxımından sadəcə doğruların izahını verəcəm. Amma qaranlıq qalan bir şey olsa mütləq şərhə qeyd edərsiniz. 47-ci suala baxaq. Deməli, A-ya baxırıq ki, the library will not be open this Friday. Bu 5-ci günü açılmayacaq deyir. Elə doğru cavab burada A olacaqdır. Baxaq. The school library will be closed this Friday for cleaning. Yəni, təmizlənmə üçün bu 5-ci günü kitabxana bağlı olacaq. Elə A doğru variantdır. Keçək mətn suallarına. Deməli, söhbət burada səhv etmirəmsə uğurdan gedirdi. Bir də self-study disiplindən gedirdi. 48-ci sualda doğru variant olacaqdır C variantı. The key ideas and habits behind success. Yəni, uğurun arxasında dayanan vərdişlər və açar ideyalar doğru cavab C variantı olur. 49-cu sualda doğru cavab olacaqdır A variantı. Bizdən yanlışı soruşur. Heç mətnə baxmadan da cavabı təxmin etmək olurdu. Tənbəllik insanlara kömək edir uğurlu olmağa. Yəni, mətndə də belə bir şey demir, normalda da yoxdur deyə elə A yanlış götürülür. 50-ci sualda deməli, nə üçün Thomas Edison mətndə adı çəkilir deyir. Y-yə baxırıq ki, to explain that success is based on hard work. Yəni, uğuru izah etmək üçün ki, o hard work, yəni gərgin əməyə dayanır. Baxın, bu da sizə deməli Thomas Edisonu göstərək. Baxaq, success mostly comes, əksərin gəlir from hard work. Yəni, bunu Edison demişdi. Ona görə adı çəkilir orada. Doğru cavab Y olur. 51-ci sualda isə doğru cavab B variantı. Abraham Lincoln uğurlu öldü. Çünki nə idi bu da? B variantı özünə inanırdı və gərgin çalışırdı. Həmin hissəni də sizə mətndə göstərim. Baxın, believed in himself and worked hard. Bu hissə tam doğru cavabdır. 51 belə. Keçək 52-ci suala. 52-ci sualda aim məqsəddir, purpose məqsəddir. Onun deməli paragrafda ən uyğun sözü goaldur. Yəni məqsəd. Baxın, ən sonuncu sözdür. Mətndə dairəyə aldım sizin üçün. Keçdik 53-cü suala. Bilirik ki, sənət peşəni bildirəndə qarşısında artikl olur. İnciniyə saitlə başlayır deyə ən olar. Ona görə B, Y, C gedir. Və sağ tərəfdə in an international company. Bu da saitdən başlayır deyəndə qabağında ən olmalıdır. Cavabımız D variantı. 54-cü sualda qrammatik qaydalarını tapmağa çalışaq. Didn't see. Did not varsa inkardır.
Some olanları götürməyək, çünki some təsdiqdə olurdu. Did not var, yanında not varsa C-ni götürmürük və anydən sonra isim istifadə etmək lazım idi. Birincisi anybody deyəcək, heç kimi deməli görmədi deyir. Cavab Y variantı olur. 55-ci sualda isə deməli so, do, naza, do qaydasında dialoq deyirdi. Yəni təsdiqə təsdiq, inkara inkar idi. O İspanca danışa bilir, mən də danışa bilirəm. Təsdiq olmalıdır. İnkarları ataq. Naizəni götürək, inkardır. I cannot naizəni götürək. Hətta bu Ayza da yanlışdır, bu da inkarda olmalıdır. Bunu da götürək. Və yadda saxlayaq ki, rahat yolu. Cümləmizdə she can deyirsə, biz aşağıda can axtarmalıyıq. Baxın, yerdə do veribdir, buna görə olmur. Ümumiyyətlə, do olanları atmaq lazım idi. Cavab C variantı olur 55-də. 56-cı sualda cümlənin sonunda yes dediyi var, dünən deməkdir. İndiki zaman A-nı ataq, B indiki zaman, Y indiki zaman, C gələcək zaman. Heç biri olmaz, cavab D variantı. 57-də passive voice-dir, rahat bir qaydadır. Deməli, have written bitmiş zamandır cümləmiz. Bizə nə lazımdır aşağıda? Have been, has been fe'l üs lazımdır. Have və yaxud da has been fe'l üsü axtaraq. A-da yoxdur. C-də have-in been-i yoxdur. D-də been, have been yoxdur. Y-də yoxdur. Nə qaldı? Cavab B variantı qaldı. 58-ci sualda qrammatik qaydanı tapmağa çalışaq ilk öncə. Have to-nun inkarı özü ilə düzəlmir. Y olmur bu da. Ought-un to-su yoxdur. Bu da olmur. Adətən uşaqlar bu tip suallarda belə variant arasında qalanda tək olan götürürlər. Yəni ikisi eynidir. Tək qaldı B, cannot inkar kimi onu götürürlər. İndi məna baxımından baxaq. O çox ağırdır, Tom onu daşıya bilməz özü. Yəni, daşıya bilər demərik deyə cavab elə B variantı qalır. 59-da sağ tərəfdə baxırıq ki, did he, tag question'dır. Təsdiqə inkar, inkara təsdiqdir. Cümləmizin sonu təsdiq olduğu üçün mənə sol tərəfdə inkar lazımdır. Bu da doğru inkar, bir dənə C variantıdır. Digərləri düz gəlmir. Bu arada kanala abunə olmamısınızsa, abunə olmağı da unutmayın. Çünki sizlər üçün çox faydalı yeni videolar gələcək. Ümid edirəm ki, faydalı olar. 60-cı sualda deməli, sinifdəki şagirdlər, tələbələr cəmdədir. Yəni səs-küy salırlar. Cəmdə olduğu üçün are və were olur. 2 və 3, 60-da A variantı. Listening suallarını birazdan şərh bölməsinə qeyd edəcəm. Buradakı kitabçaya uyğun olaraq, yəni A variantına uyğun olaraq baxarsınız. Şərhə qeyd edəcəm. Ümid edirəm ki, faydalı oldu. Bütün imtahanlarda hər birinizə bol-bol uğurlar olsun.